ben inanıram, ben tam inanıram ki her şey adalet namına değişecek bizim bölgede. Mütlak, mütlak. Siz gelecekte hele gidip öz güzel Göyçe torpağını da göreceksiniz. Öz doğma dağlarınıza, bulaklarınızı, çaylarını da göreceksiniz. Xoş gördük dəyərli izləyicilər. Bugün Monitoring televiziyasının platforma verilişinin növbəti proqramına başlayırıq. Bugünkü verilişin aparıcısı mən, Filologiya Fakültəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin dosenti, Filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanova, verilişimizin qonağı isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru, Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvü, dəyərli ziyalımız, vətənpərvər insan İbrahim müəllimdir. İbrahim Bayramov sizlərin hər birinizin yaxından tanıdığı insandır. Çünki Qərbi Azərbaycan mövzusu ilə bağlı həyata keçirilən işlərdə İbrahim müəllim xeyli müddətdir ki, yaxından iştirak eləyir. Həm universitetimizin bu sahədə fəaliyyətinin öndə gedən şəxsiyyətlərindən biridir. Mahirə xanımla yanaşı, universitet rəhbərliyi ilə yanaşı təbii ki, eyni zamanda Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvü kimi də bu sahədə onun fəaliyyəti böyükdür. Və bugünkü verilişimizdə bizlərlə bərabər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin birinci kurs tələbələri iştirak edirlər. Biz tələbələrimizlə birlikdə Qərbi Azərbaycan mövzusunu bugün müzakirə eləyəcəyik. Təbii ki, Qərbi Azərbaycan mövzusu bugün Azərbaycan xalqı üçün, Azərbaycan dövləti üçün ən vacib, strateji əhəmiyyət daşıyan məsələlərdən biridir. Ona görə də gənclərimizin bu məsələyə münasibəti, bu məsələ haqqında, Qərbi Azərbaycan haqqında ümumən bilgiləri nə dərəcədədir? Bunu bilmək bizim üçün də çox əhəmiyyətlidir. Elə mən istəyirəm ki, İbrahim müəllimlə söhbətimizə başlamamışdan əvvəl tələbələrimizə bu istiqamətdə bir sual verin. Sizin üçün Qərbi Azərbaycan nə deməkdir? Qərbi Azərbaycan haqqında nə bilirsiniz? Əvvəlcə sizdən fikirlərinizi alaq və sonra İbrahim müəllimlə bu mövzunu geniş şəkildə müzakirə edək. Kimin bu barədə sözü var, fikri var? Buyur. 14-cü əsrdən ta 18-ci əsrə qədər olan hal-hazırki Ermənistan ərazilərində olan əraziləri əhatə edirdi. Hansı ki, vaxtı ikən burada Azərbaycanların öz milli torpaqları idi. Azərbaycan torpaqları idi, Qərbi Azərbaycan ərazisi. Daha kim nə bilir bu haqda uşaqlar? Siz yəqin ki, tələbəmiz İrəvan xanlığı dövrünü nəzərdə tutaraq deyir. Kim başqa nə deyə bilər, əlavəsi olan varmı bu sualla bağlı? Buyur. Qərbi Azərbaycan ərazisinə əsasən demək olar ki, bura Zəngəzur daxildir, Göyçədir, Vedibasardır, İrəvan xanlığıdır, Ağbaba, Qazaxlı kimi əraziləri əhatə edir. Doğrudur. Bəs uşaqlar, bugün Ermənistan ərazisində, indiki Ermənistan əvvəl ümumi götürdükdə Qərbi Azərbaycan ərazisində Azərbaycanlılar yaşayırmı, varmı? Bu barədə bir məlumatınız var sizlərin? Buyur qızım. Ermənistanda əvvəllər Azərbaycanlı deportasiya edəndən sonra Azərbaycanlıların orada 0 dərəcəsinə qədər ermişdi. Yəni hal-hazırda orada heç bir Azərbaycanlı yaşamır. Yəni Azərbaycanlılar Ermənistan ərazisindən öz ata-baba torpaqlarından kütləvi şəkildə bir neçə dəfə qovulmuşlar və sonuncu dəfədə bildiyimiz kimi 1988-ci ildə Azərbaycanlılar bu torpaqdan deportasiya edilmiş və məcburi köçkün vəziyyətində qovulmuşlar. Və tarix boyda ermənilərin Azərbaycan türklərinə qarşı, Azərbaycanlılara qarşı apardığı siyasət hər birimizə bu və ya digər dərəcədə məlumdur. Mən elə istəyirəm ki, bu mövzu ilə bağlı dəyərli İbrahim müəllimin fikirlərini soruşaq. İbrahim müəllim, sizin bu istiqamətdə çıxışlarınız, araşdırmalarınız çoxdur. İstəyirəm ki, Qərbi Azərbaycan mövzusu, Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqı üçün nə deməkdir? Bu problemlə bağlı bizim fəaliyyətimiz bugün hansı yöndə olmalıdır? Bu barədə öz fikirlərinizi bildirəsiniz.
Yəni xanım, təşəkkür edirəm verilişə dəvət etdiyiniz üçün. Monitor televiziyasının platforma verilişində doğrudan çox maraqlı məsələlər müzakirə olunur. Aparıcı bir mövzulardan biri də Qərb Azərbaycan mövzusudur. Qərb Azərbaycan dedikdə bugünkü Ermənistan adlanan 1920-ci ildən sonra yaradılan bir dövlətin ərazisindən söhbət gedir. Onu da istərdim ki, əziz tələbələrimizin diqqətinə çatdırım ki, Azərbaycanın bütövlüyü, onun bir hissəsi Qərb Azərbaycandır. Şimal Azərbaycan, Cənub Azərbaycan olduğu kimi Qərb Azərbaycan da tarixi Azərbaycan torpağıdır. Qərb Azərbaycan ərazisi tarixən İrəvan xanlığının demək olar ki, ərazisini əhatə edir. Qərb Azərbaycan ərazisində ümumiyyətlə Ermənistan adlanan dövlət olmayıb 1918-ci ilə qədər. 1918-ci ildə ilk dəfə olaraq, bəli, ilk dəfə Ararat Respublikası yaranıb. Ona qədər 1918-ci ilə qədər dünyada Ermənistan adlanan müstəqil, Ermənistan adlanan bir dövlət tarixi mənbələrdə baxanda görür ki, yoxdur. Deməli bu. Sonradan 1918-20-ci illərdə Ararat Respublikası fəaliyyət göstərib, görürsünüz, onun da adında Ermənistan sözü yoxdur. Və 1920-ci il noyabr ayının 29-unda bilavasitə Sovet Rusiyasının əli ilə Azərbaycan torpaqları hesabına Azərbaycanlıların o ərazinin tarixi köklü sakinlər olan Ermənistan adlanan ərazidə Ermənistan bir dövləti yaradılır. Ermənistan adlı dövlət, hansı ki artıq Qərbi Azərbaycan məfhumu o Ermənistan dövlətini tam ehtiva eləyir. Bu ərazinin köklü sakinləri Azərbaycanlılar olur. Biz tarixi mənbələrə nəzər saldıqda, tarixi xəritələrə, tarixi mənbələrdən bilavasitə çıxış edərək qeyd edə bilərik ki, həmin ərazidə ermənilər 1918-ci ildən sonra daha da kütləvi sürətdə artmışdır. Biraz da qədimə gedəndə 1828-ci ildə Türkmənçay sülh müqaviləsi bağlanandan sonra xaricdə yaşayan ermənilər, yəni İrandan, Türkiyədən, sonradan Livandan, Suriyadan, hətta Fransadan olan ermənilər, orada yaşayan ermənilər Ermənistana köçürüldü və burada məskunlaşdırıldı. Və bununla da Qərb Azərbaycanda əhalinin demoqrafik vəziyyəti ermənilərin xeyrinə dəyişdirilməyə başladı. Məqsəd də həmin ərazidə yaşayan Azərbaycanlıların, tarixi baba yurtlarında yaşayan Azərbaycanlıların sayından ermənilərin sayını artırmaqdır. Lakin bu 1920-ci ilə qədər demək olar ki, yenə də Azərbaycanlılar həmin ərazidə etnik baxımından çoxluq təşkil edir. Mən bir faktı istərdim ki, nəzərinizə çatdırım. İrəvan şəhərinin əhalisi 20-ci əsrin əvvəllərində 80% Azərbaycanlılardan ibarət olub. Başqa bir faktı, maraqlı bir fakt kimi diqqətinizə çatdırım. Kameral siyahı almalarda, kameral təsvirlərdə ilk dəfə bu 1831-ci ildə, 1828-31-ci illəri əhatə eləyir. Kameral siyahıya alınmada Basarkeçər rayonunda cəmi 9 erməni yaşayıb. Siz bu fərqi görürsünüz və Qərbi Azərbaycanın digər bölgəsində, istər Dərəliyəz mahalında, istər Vedibasarda, istər Zəngəzurda, bunların ümumiyyətlə sayı Azərbaycanlılardan qat-qat aşağı olubdur. Zaman-zaman Azərbaycanlılara qarşı ermənilər və Çar Rusiyası ümumiyyətlə çarizmi və ermənizmin
Bolşevizmin birgə siyasətin nəticəsində Azərbaycanlılar müxtəlif dövrlərdə, müxtəlif zamanlarda öz tarixi etnik torpaqlarından deportasiya olunmuşdur. Bunların biz dövrlərini istərdim ki, sizin diqqətinizə çatdırım. Bu 1905-6-cı illərdə baş verib, 1918-20-ci illərdə, 1948-53-cü illərdə və sonuncusu 1987-91-ci ildə, 1991-ci ildə baş vermişdir. Bunlar tarixdə bəlli olan, məlum olan və tarixi dövrləşdirmədə bu deməli illər təkrarlanır görünür. Bu demək deyil ki, ondan sonraki illərdə Azərbaycanlılar ermənilərin zülmünə, erməni vandalizminə rast gəlməyiblər, erməni zülmü ilə qarşılaşmayıblar. Müxtəlif dövrlərdə, 1930-cu illərdə, 1950-ci illərdə, 1960-cı illərdə Azərbaycanlılar orada dövlət səviyyəsində sıxışdırılmışdır. Dövlət səviyyəsində onlar öz ata-baba torpaqlarından didərgin düşmək üçün, ata-baba torpaqlarını məcburən tərk etmək etmişlər və bu məcburiyyət qarşısında qalıb öz yurtlarından didərgin düşmüşlər. Bu məqamda belə bir sual ortaya çıxır ki, yəni gənclərimizin bu mövzunu daha dərindən bilmələri üçün soruşuram təbii ki. Bax, elə bu prosesin başlanğıcında Çar Rusiyası dönəmində, daha sonra Sovet İttifaqının yaranmasından sonraki dövrdə bu proseslərin ermənilər tərəfindən bu yöndə inkişafı, rusların onlara dəstək verməsi məsələsi, bununla bağlı nə deyirik? Bəli. Yəni ermənilər tək başına təbii ki, bu prosesi həyata keçirə bilməzlər. Onların arxasında həmişəki kimi onların havadarı olan böyük qardaşlar, ruslar dayanırdı. Mən ona görə dedim ki, çarizmi və bolşevizmi adında bu iki qüvvənin bilavasitə birləşməsi nəticəsində bu iki siyasətin qurban olan Azərbaycanlılar tarixi etnik torpaqlarının deportasiya olunub. Ermənilərin bilavasitə Azərbaycanlıları deportasiya edəndə təkcə özləri yox, Çar Rusiyası və Sovet Rusiyası onlara həmişə dəstək veriblər və onları hətta yeri gəldikcə silahlarla təmin ediblər. Bu da Azərbaycanlıları tək başına ermənilərlə qarşı-qarşıya qoyublar, tək başına mübarizə aparıblar. Onlar öz ata-baba yurtlarından elə əli qolunu sallayıb çıxmırlar. Onlar da mübarizə aparıblar, onlar da dirəniş göstəriblər. Lakin Çar Rusiyasının və Sovet Rusiyasından qüvvə alan, onlardan ilham alan ermənilər və Sovet hakimiyyəti dövründə Ermənistan dövləti Azərbaycanlıları öz ata-baba yurdlarından qovmaları üçün bir impuls alıblar, bir qüvvə alıblar, dəstək alıblar və sonuncu deportasiyada 1987-ci ildə başlandı və bu 1991-ci ildə tamam sona getdi. Sonuncu kənd və Azərbaycanlıların yaşadığı Zəngəzur mahalında Meğri rayonunun nüvədi kənd oldu. Bu 8 avqust 1991-ci ildə sonuncu Azərbaycanlı kəndi idi ki, çox çətinlik qarşısında qaldılar. Yəni rusların bilavasitə Sovet Rusiyasının, o cümlədən ermənilərin o silahlarının qarşısında nə qədər mübarizə aparsalar da sonradan öz ata-baba yurtlarını tərk etmək məcburiyyəti qarşısında qaldılar. Ermənilər təkcə Qərbi Azərbaycanda fiziki, yəni Azərbaycanlıları qırmaq, didərgin salmaqla kifayətlənməmişlər. Eyni zamanda ermənilər Qərbi Azərbaycanda Azərbaycanlıların tarixini özündə yaşadan, etnik mənsubiyyətini özündə yaşadan tarixi abidələri məhv ediblər. Toponimləri dəyişiblər və bu toponimləri dəyişməklə Azərbaycanlıların həmin ərazidə yaşadığını inkar etməkdir. Dünyaya car çəkmək istəyiblər ki, güya burada Azərbaycanlılar yaşamayıb. Lakin bir faktı nəzərinizə çatdırmaq istərdim ki, Kitab-ı Dədə Qorqud dastanında Altıntaxt yaşayış məntəqəsinin adı çəkilir. Kitab-ı Dədə Qorqud dastanında artıq 1300 illikdən çox tarixi var. 7-ci əsr məhsuludur, 7-ci əsr hadisələrindən bəhs edir. Altıntaxt yaşayış məntəqəsi orada belə bir cümlə var. Salur Qazan anasını Şöklü Məlikdən qurtarıb geri qayıtdı, öz yurduna döndü, yenidən evini tikdi. Altıntaxta döndü, yenidən evini tikdi. Bu Altıntaxt
haradır? Uzun müddət qoyğuşşünaslıqda bu sadəcə olaraq söz birləşməsi kimi qəbul edilmişdi. Aparılan araşdırmalardan sonra tam sürətdə öz təsdiqini tapdı, öz tarixi həqiqət ortaya çıxdı. Bəlli oldu ki, Altımtaq yaşayış məntəqəsidir. O, Qərbi Azərbaycanda Göyçə gölünün qırağında Kəvər rayonu var, bir də Sevan rayonu var. Kəvər rayonunun adını sonradan dəyişdilər, Kamu elədilər, sonra Qavar elədilər. Kəvərlə deməli Sevan rayonunun ərazisində, ortasında yerləşir. Və həmin kəndin də 4200 akça gəliri olur. Deməli, o ərazilərdə Azərbaycanlıların tarixən yaşadığını göstərən bu ciddi bir faktdır. Bundan sonra biz digər faktlara rastlaşdıq. Xəritələr 1847-ci ildə Qafqaz diyarının xəritəsi çap olunub. 1903-cü ildə topografik Çar Rusiyasının dövründə hərbi topografik xəritələr çap olunub. Bu xəritələrdə bilavasitə Qərbi Azərbaycan ərazisindəki yaşayış məntəqələrinin adları əksini tapır və o adlar ki, ermənilər sonradan 1920-ci ildən başlayaraq, daha doğrusu biraz da əvvəlki illərə, tarixə nəzər saldı, 1918-ci illərdən başlayaraq Azərbaycanlıların yaşadığı kəndlərdə, yaşadığı ərazilərdə Türk mənşəli, Azərbaycan mənşəli toponimləri dəyişdirməyə başladılar. Və bu dəyişdirmə ona xidmət elədi ki, deməli, Azərbaycanlıların tarixin özündə yaşadan yer adlarına bir səlib yürüyüşü olundu. Və minlərlə yaşayış məntəqəsinin adı dəyişdirildi. Belə deyərik. Müəllim, elə bununla bağlı bir şey də deyək. Bilirik ki, təxminən burada 2310 Türk mənşəli yer adından 2000-dən çoxu dəyişdirildi. Və ilk mərhələdə bunlar 19-cu əsrin əvvəllərində daha çox Rus adları ilə əvəzlənirdi. Daha sonradan isə başladılar, belə deyək, Sovet dönəmində birbaşa bunları erməni adları ilə əvəzləməyə. Yəni, yenə də bu prosesdə Rusların bu siyasətə başlaması, rəvac verməsi və daha sonra ermənilərin də bu siyasəti davam etdirməsini görürük. Eyni zamanda 1935-ci ildə SSR rəsmi qərarla burada yer adlarının dəyişdirilməsi ilə bağlı bir qərar verəndən sonra hələ bu qərar təsdiq olunmamışdan əvvəl artıq yerli orqanlar özləri kütləvi şəkildə bu adları dəyişdirirdilər. Deməli, bu da onu göstərir ki, bu proses əvvəlcədən təşkil olunmuşdu. Rəsmi qərarın verilməsini gözləmədən belə Ermənistan yerli orqanları Azərbaycanlılar yaşayan o coğrafi yer adlarını kütləvi şəkildə dəyişirdilər. Mən deməli bir məsələni istərdim ki, tələbələrin diqqətinə çatdırım, dinləyicilərin diqqətinə, Monitor TV-nin tamaşaçıların diqqətinə çatdırım ki, Zaven Qorqodyan adlı bir müəllif, ermənidir mənşəcə. O 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi adlı bir kitab çap edilib erməni dilində. O kitabdakı toponimlər üzərində şəxsən özümüz tərəfindən apardığım müşahidələrdə mən 2310 toponimi saymışam. 2310 toponimi 2000-i sırf Azərbaycan mənşəli, Türk mənşəlidir. Bu onu göstərir ki, həmin ərazinin köylü sakinləri kimlər olub? Orada erməni mənşəli ada rast gəlinmədi. Bu adların dəyişdirilməsi uşaqlar müxtəlif dövrlərə bölünməyi olur və elə də onu dövriyyəyə aşağıdakı kimi daxil edilməsini məqsədə uyğun hesab etdi. Birincisi, 19-cu əsrin əvvəllərindən 1918-ci ilə qədər olan bir dövr. İkincisi, bu Çar Rusiyası dövrüdür. 1918-1920-ci illər Ararat Respublikası dövrüdür. 1920-1930-cu illər artıq Ermənistan SSR adlanan dövlətin yaranı ilk dövrüdür. 1930-1960-cı illər üçüncü dövrüdür. 1960-1980-ci illər, 80-ci illər 1991-ci ilə qədər olan dövrüdür və 1991-ci il 2006-cı ildə olan dövrüdür. Bu adların ilk olaraq Çar Rusiyası
deməli Cənubi Qafqazı fəth eləyəndən sonra, daha doğrusu işğal eləyəndən sonra o cümlədən Qərbi Azərbaycan ərazisini də işğal elədilər. Bir faktı nəzərinizə çatdırım ki, tarixi Gümrü şəhəri olub. Deməli Şörəyəl bölgəsində yerləşir. Gümrü şəhərinin adı onu göstərir ki, burada qədim Kimmer tayfası yaşayıb. Çünki tayfanın adı əsasında Gümrü şəhərinin adı yaranmışdır, həmin ərazinin. Sonradan bu adı Aleksandropol qoydular. Həyat yoldaşı. Sonra Aleksandropolu dəyişdilər, Lelinakan qoydular, Lenin adı ilə əlaqələndirdilər. Sonra bunun adını dəyişdirdilər, Qumayri qoydular. Sonra Gümrü qoydular. 5 dəfə həmin yaşayış məntəqəsinin adını. Və yaxud Kəvər dedik ki, Türk tayfası Kəbirlərin adı ilə bağlıdır. Kəvər adını dəyişdirdilər, Nor Bayezid qoydular. Nor Bayezid, yəni daha doğrusu ilk olaraq Novo Bayezid qoydular. Rus mənşəli Novo Bayezid, yəni yeni Bayezid. Türkiyənin Bayezid şəhərindən, yaşayış yerindən gələn ermənilərin adı əsasında bu ərazini adlandırdılar. Sonra bunu erməniləşdilər, Nor Bayezid elədilər. Maraqlısı odur ki, burada ilk mərhələdə daha çox etnotoponimlər dəyişdirilir. Çünki yəni türk kimliyini yox etmək birbaşa bu məqsəddir. Və bu ad dəyişməyə də hansı ad qoyurlar, hansı bəhanə gətirirlər? Güya adların çoxu dini xarakterlidir, feodal ünsürlərini özündə əks etdirir. Əslində isə məqsəd tamamilə siyasi məqsəd idi. Bu ərazinin türk milli etnik kimliyini yox etmək məqsədi daşıyırdı ermənilər. Ona görə də bu siyasətin həyata keçirilməsi Azərbaycan xalqına qarşı bir soyqırım siyasətinin tərkib hissəsidir, belə düşünə bilərik. Mənəvi soyqırımdır. Bəli. Ümumiyyətlə, Qərbi Azərbaycan ərazisində toponimləri dəyişdirilərkən bir neçə xətt düzü həyata keçirilib. Birincisi, yaşayış məntəqəsinin adında qədim türk sözü olduğuna görə bunu dəyişdiriblər. Məsəl üçün, Ağbaba bölgəsində, Amasya rayonunda Balıqlı kəndi var. Balıqlı bu heyvan adı ilə bağlı deyil. Balıqlı, balıq sözündən götürür, Mahmud Kaşqarının əsərində göstərir ki, yaşayış məntəqə, şəhər mənasını verir. Qədim türk sözüdür. İkincisi, tayfa adlarının yaranan, formalaşan yaşayış məntəqəsinin adını dəyişdilər. Gümrüdür, Kəvərdir, Zəngibasardır. Bu onu aydın şəkildə göstərir ki, burada qədimdən türk tayfası yaşayır. Biz leksikologiya bəhsində belə bir mövzu var, anamastik vahidlər. Anamastik vahidlərin bir bölməsi də toponimlərdir. Orada belə bir fikri sizin nəzərinizə də çatdırmışdıq ki, toponimlər aşağıdakı yollarla yaranır. Bir tayfanın adı ilə bağlı yaranır, bir deməli şəxsin adı ilə yaranır, üçüncüsü relyefə uyğun yaranır, dördüncüsü hidronimləri əsasında yaranır, su obyektləri. Su obyektlərin adından ilə bağlı mən bir məsələni istərdim nəzərinizə çatdırım. Göyçə gölü Kitab-ı Dədə Qorqud dastanında adı çəkilir. Qədim yurd yerlərimizdən biridir. Göyçə gölünü onu göstərir ki, adından da Göyçə, göy çay deməkdir. O suyun rəngi, göy gölün rəngi şəffaf, gömgöy. Türk dilində göy sözü həm də təmizlik, şəffaflıq mənasını verir. Göyçə gölü, yəni mənası göy çay deməkdir. O gölün suyu həm şirindir, həm də tam şəffaf, çox təmiz bir suyu var həmin gölün. Onun adını dəyişdilər, Sevan qoydular. Bax, bütün bunlar onu göstərir ki, Ermənistan adlanan dövlətin yeganə məqsədi Azərbaycanlıların izini itirmək üçün ərazinin toponimlərini dəyişdirdilər. Başqa bir misal, tarixi abidələrə çox vandal şəkildə yanaşdılar. İrəvan şəhərində 9 məscid olub, bəzi kitablarda 8 də yazılır. Bu məscidlərin hamısını yerlə yeksə elədilər. Sonuncusu Təpəbaşı məscidi qalmışdı, onu da yerlə yeksə edilər. Sonra Göy məscid. Göy məscidi Azərbaycanlıların tarixini özündə yaşadır, Azərbaycanlılara məxsusdur. Mən həmin məscidin yanında olmuşam, İrəvan şəhərində təhsil alanda. O bilavasitə Azərbaycanlıların nəfəsini, onun əl izlərini orada aydın şəkildə görmüyorlar. Lakin onu farslaşdırma
məqsədində götürülür. Bura Fars məscididir. Bir elə məqamı da burada deyək, İbrahim müəllim. Əsas məqamlardan biri də ondan ibarətdir ki, bilirik ki, Qərbi Azərbaycan ərazisində yaşayan, tutaq ki, Qıpçaq türkləri, Alban türkləri, onların o xristian mədəniyyətini də ermənilər öz adına keçirdilər. İndi bu gün bəzən deyirlər ki, tutaq ki, bizim eradan əvvəl filan dövrdə burada ermənilər yaşayırdı. Eramızın orta əsrlərində, hansısa bir əsrində güya ermənilər burada yaşayırdılar. Amma əslində orada xristian Alban mədəniyyəti ta qədimdən, bizim eradan əvvəlki dövrdən üzü bu yana intişar tapmışdı və bu mədəniyyəti ermənilər sırf Azərbaycan türklərinin yaşadığı kəndlərdə ya məhv elədilər və yaxud da qarışıq, sonradan o gəlib ermənilərlə qarışıq olan ərazilərdə isə həmən abidələri dəyişdirərək öz adlarına çıxdılar. Yəni bizim bugün qarşımızda duran əsas məqamlardan biri də o qədim xristian mədəniyyətimizə sahib çıxmaqdır. Təəssüflər olsun ki, ermənilər bundan istifadə edərək demək olar ki, bu 2 əsrlik bir dövrdə informasiya blokadası şəraitində bir növ belə deyək, bizə qarşı bir silah kimi istifadə ediblər. Ona görə bax, bu məqamı da mən istəyirəm ki, elə tələbələrimiz bilsinlər. Və bir məqamı da deyək, ondan sonra bir tələbələrimizə də müraciət eləyək, yəqin ki, onların da sualları olacaq. Burada bilirik ki, bu Azərbaycanlıların Ermənistan ərazisindən qovulması sizin də bayaq dediyiniz kimi bir neçə mərhələdə həyata keçirilib və bunların arasında 1948-53-cü illər deportasiyaları var. Amma burada diqqəti çəkən bir məqam da ondan ibarətdir ki, 1946-48-ci illərdə artıq Ermənistan ərazisinə yaxın şərqdən, Şərqi Avropadan, Amerikadan 100 mindən artıq erməni köçürülmüşdü. Və onları burada yerləşdirdikdən sonra təxminən 100 mindən artıq da Azərbaycan türkünü oradan, deməli 1948-ci il 10 mart tarixli 745 sayılı qərara əsasən Kür Araz ovalığına deportasiya etdilər. Bu deportasiyanın acı nəticələrini də bilirik. Bu barədə əgər bir fikriniz varsa, demək istəyirsinizsə buyurun, daha sonra tələbələrimizə müraciət eləyək. Ümumiyyətlə, müxtəlif dövrlərdə Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya edilməsini biz tarixdən öyrəndik. Lakin ilk dəfə rəsmi şəkildə mədəni formada, belə dırnaq arası desək, 1947-ci ildə SSR Nazirlər Sovetinin qərarı oldu. Deməli, Ermənistanda Azərbaycanlıların Kür Araz ovalığına köçürülməsi ilə bağlı. Və sonra 1948-ci ildə təkrar onların yerləşdirilməsi ilə bağlı tədbirlər haqqında bir fərman oldu. Çox təəssüf ki, bu qərara hüquqi siyasi qiymət heç bir vaxt verilmədi. Yalnız ümumi lider Heydər Əliyev Qərbi Azərbaycandan Azərbaycanlılara 1948-53-cü illərin deportasiyası ilə bağlı ona hüquqi siyasi qiymət verdi. Aydın şəkildə bununla bağlı fərman imzaladı. Və həmin fərmanda da aydın şəkildə göstərildi ki, Azərbaycanlılar öz tarixi etnik torpaqlarından SSR Nazirlər Sovetinin qərarı ilə xüsusi qərarla Azərbaycana deportasiya edilir. Və onu da nəzərinizə çatdırmaq istərdim ki, 1943-cü ildə Tehran konferansında İrandakı ermənilərin bilavasitə təzyiqi və işbirliyi nəticəsində Molotovun vasitəsilə Stalinin razılığı alındı və deməli İranda olan ermənilərin indiki Ermənistan ərazisinə köçürülməsi və onların da buradakı kolxozçu adından Azərbaycanlıların Azərbaycana köçürülməsi planlı şəkildə həyata keçirildi. Bir məntiqi cəhətdən bir sual ortalığa çıxır. Əgər bu kolxozçular köçürülürsə də, nə üçün İrəvan şəhərindəki Azərbaycanlılar köçürülür? Onlar ki, kolxozçu deyildilər. Nə üçün İrəvan şəhərindəki Azərbaycan dilində fəaliyyət göstərən filologiya fakültəsi olub, tarix fakültəsi olub, fizika riyaziyyat fakültəsi olub, o bağlanır. Nə üçün İrəvan pedaqoji texnikumu bağlanır? Bunlar ki, kolxozçu deyirlər. Deməli, bilavasitə SSR-dən ilhamlanan, SSR dövlətindən deməli ilham götürən, onların razılığı ilə indiki Ermənistan ərazisində 48-53-cü ildən 150 mindən çox Azərbaycanlının köçürülməsi nəzərdə tutulub və onlar da hara?
Təsəvvür edin ki, İlan mümbit məşəl böyükdə, sürülər. torpaqda böyüyən, dağlıq ərazidə böyüyən Azərbaycanlılar Kür-Araz ovalığına köçüldü. Saatlıya, İnsan Sabirabada, yaşayışı olmayan. o vaxt Beyləqana, Ejdanov adlanırdı. Beyləqana, onlar belə necə deyərlər, belə kütləvi Vəhşi şəkildə vaqonların içərisində, yük vaqonların içərisində onları belə köçürdülər və onların bir hissəsi yolda vəfat elədi, bir hissəsi getdiyi yerə yoğunlaşa bilmədi, şəraitə yoğunlaşa bilmədi. Təmiz havadan sonra o dövrdə çox belə həmin Kür-Araz ovalığı ümumiyyətlə isti bir ərazi idi, oraya dözə bilmədi. Bir hissəsi vətən həsrəti ilə canını tapşırdı. Amma bir faktı istərdim sizin nəzərinizə çatdırım. Uşaqlar, 24 dekabr 2022-ci ildə Cənab Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyev Qərb Azərbaycan icmasında bir qrup ziyalılarla görüşdük. O görüşdə hörmətli Mahirə xanım və mən də iştirak edirdim. Və Cənab Prezident İlham Əliyev və Qərbi Azərbaycandan deportasiya olunanların öz yurtlarına qaytarılmasına inandığını bizi də inandırdı. Orada proqram xarakterli çıxış elədi, nitq söylədi və o çıxışdan sonra Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparıldı və sistemli tədqiqatlar aparıldı və Cənab İlham Əliyevin o çıxışı biz tədqiqatçılara istiqamət verdi, yol xəritəsi oldu onun çıxışı. Mən bu məqamda istəyirəm onu da deyim ki, elə Ulu Öndərin hələ illər əvvəl Goranboy rayonunda Göyçədən qovulan insanlarla görüşündə, onlar üçün o salınan şəhərcikdə belə deyək, qəsəbədə görüşündə dediyi fikirlər yadıma düşür. Mən inanıram ki, siz öz Göyçə gölünüzə qayıdacaqsınız. Orada siz Aşıq Ələsgərin mahnılarını eşidəcəksiniz. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev də deməli, Qərb Azərbaycan icmasında dedi. Dedim, mən əminəm ki, biz Qərb Azərbaycanlılar o yurda qayıdacaq. Onun evlatları ora qayıdacaqlar, öz doğma yurtlarına qayıdacaqlar. O əminlik tam sürətdə məndə böyük inam yaradır. İnam yaradır ki, biz Qərb Azərbaycanlılar öz doğma yurdumuza qayıdacağıq. Mütləq. Və bir şey də deyim ki, elə bu siyasətin başlanğıcından bizim Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, bir neçə dəfə Azərbaycan Respublikası Ali Məclisi millət vəkili olmuş dəyərli şəxsiyyət ictimai xadim Həsən Mirzəyevin bu sahədə o fəaliyyəti, çox böyük xidmətlər. Bu sahədə demək olar ki, o işləri başlayanlardan biri idi. Birincisi idi. İlk dəfə olaraq, Yeganə xanım sözünün davamı olaraq qeyd etmək istərdim ki, Müasir Azərbaycan Dili Kafedrasında Qərb Azərbaycanla bağlı tədqiqatların aparılmasını bizə tapşırmışdı. O, ümumi lider Heydər Əliyevlə görüşdən sonra onun tapşırığı əsasında bir vəzifə kimi qarşımıza qoydu və indi isə Qərb Azərbaycanla bağlı tədqiqatlar geniş surətdə elmi şəkildə araşdırılır. Davam edir və Mahirə xanımın bu sahədə universitetimizin xüsusi tədqiqatları var. Da bu sahədə fəaliyyəti 20-ci əsrdə Dərələyazda Urbesid, Etnosid kitabında bu məsələ xüsusi olaraq qabardılır. Mahirə xanımın kitabıdır. 2024-cü ildə çap olunub. 20-ci əsrdə Dərələyaz mahalında Urbesid və Etnosid aktları bu nə deməkdir? Urbesid yaşayış məntəqələrinin dağıdılması, məhv edilməsi, Etnosid isə ahalisinin deməli deportasiyasıdır. Və həmin kitabda da kifayət qədər tarixi mənbələr əsasında Dərələyaz mahalında baş verən hadisələri, ermənilərin törətdiyi vəhşiliklər, ermənilərin Dərələyaz mahalındakı yaşayış məntəqələrinin adlarını tarixdən silməsi üçün müxtəlif addımlar atdığını həmin kitabda elmi şəkildə izah etmişdir. Mən istəyirəm ki, tələbələrimizə də müraciət eləyək. Bilirəm, elə bir mövzuda söhbət aparırıq ki, yəni saatlarla, günlərlə, bəlkə aylarla danışa bilərik, amma tələbələrimizin də bəlkə ürəyindən Yeganə xanım, bir məsələni də tələbələr üçün tam aydın olması üçün deyim. Uşaqlar, Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır. Zəngəzur mahalı 1920-ci ildə onun bir hissəsi Ermənistana verildi.
Ermənistan dövlətə. Siz tarixə baxın. Gəncə quberniyası olub, Yezdivatpol quberniyası adı ilə Gəncə quberniyası olub, Zəngəzur qəzası adı ilə o Azərbaycanın tərkibində olub. 1918-20-ci illərdə. 1920-ci ildə Ermənistanla dövlət yaranandan sonra Zəngəzur mahalı ümumiyyətlə iki yerə bölündü. Zəngəzur. Onun şərq hissəsi və qərb hissəsi. Şərq hissəsi Laçındır, Qubadlıdır. Laçın, Qubadlı bu əraziləri əhatə eləyir. Qərb hissəsinə Meğridir, Gorusdur, Qafandı, Qarakilsədir. Bunlar deməli, bu qərb hissəsini verdilər Ermənistan adlanan dövləti ki, bunu bir dövlət kimi formalaşdırsınlar. Amma ümumiyyətlə Zəngəzur bütövlükdə Azərbaycanın tarixi torpağıdır. Ümumiyyətlə Qərb Azərbaycan ərazisi bütövlükdə Azərbaycanın tarixi torpağıdır. Və indiki Ermənistan adlanan dövlət Azərbaycanın tarixi torpağında yaradılmışdır. İrəvan şəhəri də vaxtilə Ermənistana bir paytaxt kimi yaradılması məqsədi ilə onlara güzəştə gedilmişdir. 1918-ci, 20-ci illərdə deməli Xalq Cümhuriyyəti Azərbaycan Demokratik Respublikası dövründə İrəvan şəhəri paytaxt yaradılmaq məqsədi ilə Ermənistana güzəştə getmişdir. Azərbaycan güzəştə gedib oldu. Və İrəvan adı da 1828-ci ildə ilk dəfə Erivan adı ilə artıq dəyişdirilib, qəbul olunmağa. 1936-cı ildə isə İrəvan şəhərinin adı Yerevan edildi. Yəni o adında dəyişdirilməsi ilə bağlı da Mərkəzi İcraiyyə Komitəsi, SSR Mərkəzi İcraiyyə Komitəsi xüsusi fərman vermişdir. Çox təşəkkür edirik İbrahim müəllim. Buyurun, tələbələrimizdən sualı olan var. Buyurun. Mən Filologiya Fakültəsi, Filologiya Azərbaycan Dili Ədəbiyyat ixtisasının 1-ci kurs tələbəsi Pakizə Muradova. İbrahim müəllimə sualım bu şəkildədir. Siz özünüz Qərbi Azərbaycanda yetişmiş ziyalıların Qərbi Azərbaycanla bağlı elmə, mədəniyyətə verdiyi töhfələri necə qiymətləndirirsiniz? Sizcə bu töhfələr gənc nəslin Qərbi Azərbaycanla bağlı məlumatlanması üçün kifayətdirmi? Çox sağ olun sualınıza görə Pakizə qızım. Yaxşı sualdır. Ümumiyyətlə Azərbaycan elminin inkişafında Qərbi Azərbaycan ziyalıları xüsusi rol oynamışdı və Azərbaycan elminin elə bir sahəsi yoxdur ki, Qərbi Azərbaycandan olan ziyalılar, elm adamları o sahədə çalışmasınlar. Əziz Əliyev Azərbaycan tibb elminin inkişafında xüsusi rol olmuşdur. Mustafa bəy Topuşbaşov Azərbaycan tibb elminin inkişafında xüsusi rol olmuşdur. Həsən Mirzəyev Azərbaycan filologiyasının dilçilik sahəsində öz xüsusi töhfəsini vermişdir. Budaq Budaqov Azərbaycan coğrafiyasının inkişafında xüsusi rol olmuşdur. Yəni bunları bir növ saymaqla qurtarmaq olmaz. Kifayət qədər. Həsən Əliyev Azərbaycanda Azərbaycan coğrafiya elminə xüsusi olaraq xidmət etmişdir. Hüseyn Əliyev Azərbaycanda rəssamlığın inkişafında onun xüsusi dəstxətti olmuşdur. Bütün bunlar onu göstərir ki, Azərbaycan elminin inkişafında Qərbi Azərbaycan ziyalıları, Qərbi Azərbaycanı doğulub böyüyənlər və Azərbaycanda təhsil alanlar Azərbaycan elminin inkişafına öz töhfələrini vermişdir. Elə təkcə Sovet dövründə Qafan rayonundan 5 general var idi. Eyni zamanda Qəhrəman Qəhrəmanov professor Azərbaycanda beyin cərrahiyyəsi sahəsində ən böyük işlər həyata keçirən alimlərdən biri. Sizin sözünüzə qüvvət bu deməli narkoz deyilən bir anlayış var. Onun tibb elmində adı anesteziologiya. Onun ilk yaradıcısı Mustafa bəy Topuşbaşov olub. Fikir verirsinizmi? İlk yaradıcısı. Azərbaycan təbiətinin qorunmasında Həsən Əliyevin rolu misilsiz dərəcədədir. Və onun bilavasitə səyi, fədakarlığı nəticəsində Azərbaycanda o yaşıllaşdırma, ağacların qorunması, təbiətə necə zülm edilməsinin qarşısı alındı. Və bunun özü xüsusi olaraq yəni istənilən qədər Qərbi Azərbaycan əsilli ziyalılarımızın, şeir, sənət adamlarının adlarını çəkə bilərik. Bəlkə də bir dəfə elə inşallah ki, bu mövzuda da ayrıca bir veriliş hazırlanar. Başqa kimlərin sualı var? Siz sağ olun. Sual buyurun.
Mən Filologiya Fakültəsinin tələbəsi Cəfərova Zəhra. Sualım belədir ki, Dərliyəz bölgəsindəki Azərbaycanlıların həyatına dair olan ədəbiyyat nümunələri, folklor necə qorunub saxlanılmalıdır ki, gələcək nəsillərə ötürülə bilsin? Ümumiyyətlə, Dərəliyəz mahalı Qərbi Azərbaycanın çox axarlı-baxarlı, qədim yaşayış məntəqələrindən biridir. Dərəliyəz mahalı dedikdə orada inzibati ərazi vahidi kimi 2 rayon var idi. Biri Paşalı rayonu idi, biri Keşkənd rayonu idi. Paşalı rayonun adını dəyişdilər, əvvəlcə Əzbəyev qoydular, güya o tarixi itirmək üçün Keşkənd rayonunun adını Yığıqnadzor qoydular. Keşkənd rayonu əslində Keşkənd olmalıdır, lakin onu Keşişkənd formasında rəsmi sənədləşdirildi. Dərəliyəz mahalında zəngin folklor ənənələri var. Dastanlar, sonra Dərəliyəz mahalında yaşayıb yaradan aşıqlar, kifayət qədər bayatı nümunələri Dərəliyəz mahalının ilə bağlı formalaşıb. Təbii ki, onları toplamaq, onu necə deyərlər, bir yerə gətirmək lazımdır ki, onu gələcək nəslə ötürürsün. Yenə də bu sahədə bayaq dediyimiz bizim dəyərli professorumuz Həsən müəllimin çox böyük fəaliyyəti var. Mənim gözümün qabağında ki, biz magistraturada oxuyan illərdə Həsən müəllim demək olar ki, Dərəliyəz rayonunun bütün kəndlərinə səs soraq salmışdı. Oradan ziyalılar, insanlar toplayırdılar, gətirirlər və onlar hər biri çap olunurdu, nəşr edilirdi. Həsən müəllimin bilavasitə onun kitabları deməli, bilavasitə Qərbi Azərbaycan Dərəliyəz mahalı ilə bağlı, Dərəliyəz folkloru ilə bağlı kifayət qədər materiallar çap olunur. Yaxşı ki, Həsən müəllim, Allah ona qəni-qəni rəhmət eləsin, o materialları toplayıb çap elədi. Onun özü bugünkü folklor sahəsində tədqiqatlarım üçün xüsusi bir mənbədir. Sonra elə həmin bölgədən, əslən həmin bölgədən olan Mahirə xanım, bizim universitetin professoru, beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə xanım Hüseynovanın da Dərəliyəz mahalı ilə bağlı kifayət qədər folklor nümunələri toplayıb və onun yaşam tərzini, onun elmi dövrəyə salınması üçün nəşr etdirir. Bəli, və elə Mahirə xanımın doktorluq dissertasiya mövzusu da Qərbi Azərbaycan aşıq və el sənətkarlarının dil üslub xüsusiyyətləri. 19-20-ci əsrlərdə, bəli, 19-20-ci əsrlərdə Dərəliyəz mahalının aşıq və el şairlərinin əsərləri ilə bağlı çox möhtəşəm bir dissertasiya müdafiə elədi, doktorluq dissertasiyası müdafiə elədi. O həmin doktorluq dissertasiyasındakı nümunələr Azərbaycan folklorunun bir böyük hissəsini təşkil edir, xüsusi bir layını təşkil edir. Dərəliyəz mahalı ilə bağlı bu əsər xüsusi elmi əhəmiyyətə və dəyərə malikdir. İbrahim müəllim, çox sağ olun, çox təşəkkür edirik. Təbii ki, tələbələrimizin də hələ sualları var, bilirəm, amma verilişimiz xeyli vaxtı davam eləyir, ona görə də sona gəlmişik artıq. Mən istəyirəm, onu deyim ki, biz gənclər, əvvəlcə siz gənclərimizə tövsiyələrinizi buyurun, sonra mən də sonlayım və yekunlaşdırım. Bir daha təşəkkür edirəm bu verilişə dəvət olunduğum üçün. Ümumiyyətlə, gənclər Azərbaycanın tarixini, bütöv tarixini öyrənməlidirlər. Azərbaycanda baş verən tarixi hadisələri bilsələr daha yaxşıdır. Çünki xalqımızın tarixini, etnik tarixini bilməyimiz bizim kimliyimizi göstərir. Biz kimik və zəngin tarixə malik, bütöv bir xalqın nümayəndəsi kimi siz bu sahədə çalışmalısınız, yaxşı oxumalısınız. Eyni zamanda bu sayədə tədqiqatlar aparmalısınız. Gələcəkdə inanıram ki, sizin şəhərinizdə filologiya sahəsində yetişə bilən, çalışa bilən tədqiqatçı olacaqsınız, yetişəcəksiniz. Və bu sizin gələcək tədqiqatlarınızın ilk addımı kimi burada öyrəndiklərinizi sonradan öz tədqiqatlarınıza çevirə bilərsiniz. Yəni, oxumaq, öyrənmək sizin əsas vəzifənizdən biridir. Çox təşəkkür edirəm İbrahim müəllim. Təbii ki,
Qərbi Azərbaycan, tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin çıxışlarında da elə onun bu barədə fikirlərini hər biriniz eşitmisiniz və onun dediklərində də görürük ki, qarşımızda duran əsas məqamlardan biri də bu həqiqətləri həm də dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Bu gün bu sahədə biz ziyalıların üzərinə nə qədər böyük işlər düşürsə, gənclərimiz də gələcək ziyalılar kimi eyni vəzifəni artıq indidən öz çiyinlərində hiss etməlidirlər. Bugün biz hər birimiz Qərbi Azərbaycanlıyıq. Necə ki 44 günlük Zəfər müharibəsində biz hər birimiz Qarabağlıyıq deyirdik və hər birimiz Qarabağın Azərbaycan torpaqları kimi geri qaytarılması uğrunda əlimizdən gələni etməyə hazır idiksə, bugün Qərbi Azərbaycanın, daha sonra Cənubi Azərbaycanın qaytarılmasında da əlimizdən gələni etməyə hazırıq. Necə deyərlər? Ağlamaqdan dərs almayan gözlər kör olmağa layiqdir. Elə edək ki, kör olmayaq. İndiyə qədər bizə tariximizi unutturmağa çalışıblarsa da bundan sonra öz tariximizi bilək və dünyaya təqdim edək. Tariximizi yaşatmaq, qorumaq uğrunda mübarizə aparaq. Gənclərimizə inanıram, güvənirəm, Azərbaycanın gələcəyinə də həmçinin. Çünki sosial şəbəkələrdə fəal olsunlar ki, Azərbaycanı, Qərbi Azərbaycanın təbliğində öz üzərinə düşən vəzifəni bir gənc olaraq çox fəal şəkildə Tələbə elmi cəmiyyətinin tədbirlərində bu mövzuda çıxışlar edər. Sosial şəbəkələrə hər bir gəncimiz qoşulur. Orada bu mövzuda paylaşımlar edə bilərsiniz, olan paylaşımlara münasibət bildirə bilərsiniz və yaxud bir də görürsünüz ki, başqa ölkələrdən ruslardır, ermənilərdir, onlara havadar olanlardır. Onların paylaşımları var. Ona ən azı kiçik bir etiraz formasında münasibət bildirmək olar. Yəni bunlar hər biri bizim bir insan kimi, bir vətəndaş kimi, bir gənc və gələcək ziyalı kimi borclarımızdan, vəzifələrimizdən biridir. Hər birinizə təşəkkür edirəm. Dəyərli İbrahim müəllim, sizə, Monitoring televiziyasının əməkdaşlarına, platforma verilişinin əməkdaşlarına, dəyərli Mahirə xanıma dərindən təşəkkür edirəm və növbəti verilişlərdə inşallah görüşmək ümidi ilə. Mən bir də demək istəyirəm ki, biz də, Qərbi Azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik və gün gələcək və Qərbi Azərbaycanda da biz belə gözəl məclis keçirdəcəyik və bu günü xatırlayacağıq.